Qardaşı aliment ödəsə də övladları ilə görüşünə imkan verilmədiyini bildirir. Quliyeva Kamilə Kamil qızı media qrupumuza açıqlamasında qeyd edib ki, qardaşı övladlarına aliment ödəmək üçün keçmiş həyat yoldaşının Kapitalbank kartına aylıq ödəniş cədvəlinə uyğun şəkildə vəsait köçürüb. Lakin buna baxmayaraq, hazırda məhkəmə tərəfindən onun üzərinə 8.000 manat borc yazılıb. Kamilə xanım bildirir ki, aliment vəsaiti rəsmi olaraq aliment üçün nəzərdə tutulmuş kart hesabına ödənilməliymiş. Lakin qeyd olunan məbləğ başqa karta köçürüldüyü üçün problem yaranıb. O həmçinin qeyd edir ki, qardaşına övladları ilə görüşmə imkanı verilmədiyindən son 4 ayın alimentini etiraz olaraq ödəməyib. Məqsədi isə övladları ilə görüşə nail olmaq olub. Kamilə xanım bildirir ki, aliment vəsaiti rəsmi olaraq aliment üçün nəzərdə tutulmuş kart hesabına ödənilməliymiş. Lakin qeyd olunan məbləğ başqa karta köçürüldüyü üçün problem yaranıb. O həmçinin qeyd edir ki, qardaşına övladları ilə görüşmə imkanı verilmədiyindən son 4 ayın alimentini etiraz olaraq ödəməyib. Məqsədi isə övladları ilə görüşə nail olmaq olub. Şikayətçi dövlət orqanlarından xahiş edir ki, onun qardaşı Quliyev Mikail Kamil oğlunun vəkillə təmin olunmasına köməklik göstərilsin. Quliyeva Kamilənin Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyeva müraciətini təqdim edirik. Mən Quliyeva Kamilə Kamil qızı, mən Azərbaycan 1-ci xanımı Mehriban xanıma müraciət edirəm. Xahiş edirəm mənə kömək etsin. Kömək istədiyim səbəb odur ki, mənim qardaşım Mikail Quliyev Kamil oğlu aliment ödü günahsız yerə həbs olunub. Uşaqlarını da belə bizə göstərmirlər, amma biz alimenti ödürük. Martın 6-sında həbs olunubdur. Mayın 13-də onun məhkəməsi olacaq. Mən də yəni onun alimenti ödədiyini sübut eləmək üçün vəkil lazımdır. Vəkilə də mənim maddi gücüm çatmır. Ona görə Mehriban xanım, sizə xahiş edirəm, bir ana kimi sizə yalvarıram ki, mənə maddi köməklik edəsiniz. Mənim qardaşımı yəni günahsız yerə həbs olduğu üçün həbsdən çıxmağına kömək edəsiniz. Quliyev Mikail Kamil oğlu mənim qardaşımdır. Yəni o həbsdən çıxmaq üçün köməklik lazımdır. Məhkəmə prosesi Abşeron rayonu. Abşeron rayonunda. Ondan hakimi Vaqif Hüseynov. Mənim qardaşım Mikail Quliyev Kamil oğlunu həbs eləsələr, bəs onun uşaqlarına alimenti kim ödəyəcəkdir? Uşaqların gələcəyi necə olacaqdır? Yəni bunları görə mən vəkil tutmalıyam, yəni maddi gücüm çatmır. Ona görə sizdən xahiş edirəm, mənə köməklik edəsiniz ki, həm qardaşım həbsdən çıxsın, həm də ki, uşaqlarını alimentini ödəsin ki, uşaqların da gələcəyi yaxşı olsun da. Yəni mən ən çox da uşaqlara görə çalışıram ki, atasıdır. Atası yəni köməklik eləsin onlara.